Hər kəsə YouTube kanalımdan salamlar. Necəsiz? Necə hiss edirsiniz özünüzü? Bu gün özümü biraz bağışlamaq modunda oyanmışam. Ona görə bu gün sizlərlə bərabər həm özümü bağışlamağı, həm həyatımda mənə zərər verən və ya heç vaxt bağışlamaram dediyimiz insanlar haqqında danışıb onları bağışlayacağıq. Xoş gəlmisən Aydan. Xoş gördük Zəhra xanım. Necəsən? Yaxşı, özümü yaxşı hiss edirəm. Bu gün mən sənə sual verim bir dənə. Mhm. Səncə sən özünü hər anlamda bağışlamısan və ya ətrafındakı Əm, insanları bağışlamısan? Ola bilsin ki, bu bağışlamaqdan gəlir. Çünki hər nə baş verirsə versin, unuduram. Mhm. Yəni kin güdmürəm. Yəni emosiya olaraq qala bilər. Amma bəzən emosiyandır. Yəni o duyğunu da unuduram ki, mən niyə bu insanla incimişdim. Sadəcə olaraq beynimdə qalır ki, algılayıram ki, incimişdim və yaxud nəsə bir arada konflikt keçib. Amma nə üstdə olduğunu və hansı duyğuda olduğunu bəzən unuda bilirəm. Bəs əgər sən onları xatırlasaydın, heç vaxt bağışlamaram dediyin insanlar olub həyatında? Belə deyim ki, davamlı olaraq olmayıb ki, kimisə deyim ki, bağışlamaram heç vaxt. Sanki o burulğan olur ya, o burulğanın içində o his gəlir insan üçün, amma sonra yenə unudursan gedir, yəni belə. Mhm. Eee, Birinci növbədə gəl biraz ətrafdakı insanlar deyil də bu gün özümüzdən başlayaq. Mhm. Hər zaman nəyisə bağışlamaq lazım olanda, kimisə xoşbəxt etmək lazım olanda birinci başqaları yada düşür. Özümüz deyil. Amma bu gün özümüzü bağışlamağı seçək. Mən özümü bağışlayırammı? Və yaxud da özümü bağışlamadığım hansı mövzular var? Bunları biraz yazaq həmin o gündəliyimizə, dəftərimizə. Duyğu dəftərimiz var yəni Bəli. bizim. Ona yazaq ki, mən özümlə bağlı nə düşünürəm? Hansı mövzunu özümə bağışlamıram? Hansı xarakterimi özümə bağışlamıram? Hansı yaşadığım hadisəni və ona verdiyim reaksiyanı bağışlamıram? Birinci onları yazmaq lazımdır. Məsələn, çox adam nə deyir? Mən özümə bağışlamıram, özümü düşünməmişəm, fədakar olmuşam, özümə bunu bağışlamıram. Və yaxud fədakarlıq etmişəm, qədir bilinməyib. Kaş özümü düşünərdim. Uşaqlığıma, keçən uşaqlığım, keçən gəncliyimi özümə bağışlamıram. Mən özümə bunu yaşatmışam və s. Bunların hər biri olmasaydı, bu gün biz daha olğun olmazdıq. Daha məntiqi düşüncəsi, təfəkkürü inkişaf etmiş bir insan olmazdıq. Kimisi gəncliyini yaşaya bilir, kimisi yaşaya bilmir, kimisi uşaqlığını xatırlamaq istəyir, uşaqlığını geri qaytarmaq istəyir, amma bunların hər biri əvəz etmə psixologiyası da var. Yəni biz keçən uşaqlığımızı, əgər uşaqlığımızı yenidən yaşamaq istəyiriksə, normal şəkildə yaşamamışıqsa bunu, bu gün özümüzə nələrsə edərik. Düzdür, o dəfəki kimi 100%lik bir nəticə almayacağıq, amma daha 100-ə yaxın bir nəticə alacağıq. Yəni %70% özümüzü xoşbəxt edəcəyik. Çünki biz həyatımızda yaşadığımız duyğuların hamısı təkrar duyğular olduğuna görə, avtomatik bir duyğunu bərpa edəndə o uşaqlıq da sağalmış olur, şəfalanmış olur. Biz amma deyirik ki, keçdi. Heç nə keçməyib. Bəzən 50 yaşında bir insandan belə soruşanda o öz uşaqlığını xatırlayır, öz uşaqlığındakı küskünlüyünü xatırlayır və insanların əksəriyyəti yaşadığı hadisələri daha çox neqativləri yadda saxlayırlar. Uşaqlığında yaşadığı qırıqlığı. Məsələn, ilk uşaqlığınla bağlı hansı xatirəni gözündən də canlandırırsan? Biz uşaqlıqla bağlı çalışma etmişdik. Hı. Orda biraz o vərəqlərə gedib, qayıdıb onlara baxmaq lazımdır ki, mən o uşaqlığımdakı hansı mənfi duyğuları xatırlayıram və bu gün o mənfi duyğular mənim həyatımın hansı nöqtəsində təzahür edir? Əksəriyyətində görəcəksiniz ki, əgər sevgisizliklə böyümüsünüzsə, ətrafınızda sizi sevməyən insanlar və ya da sevgisini göstərməyən, gizlədən insanlar ola bilər və yaxud sizin özünüz sevgi göstərməyə bilərsiniz. Ətrafdakı insanlar deyirlər ki, sən necə soyuq bir insansan, soyuq görünürsən, sevgisiz görünürsən. Eyni şəkildə bir insan əgər özü bunu dadmayıbsa, necə ətrafında başqasına sevgi verə bilər? Və bunların hər biri bizə duyğu olaraq yenə də təzahür edir, bugünkü yaşımızda özünü göstərir. Və yaxud şiddətlə böyüyübsə, travma alıbsa, ana-ata şiddət göstəribsə ona, görür ki, həmin insan anasına bənzəmək istəmir, amma birdən-birə ayılır ki, anası kimi uşağını döydü, anası kimi uşağını təhqir etdi, hansısa bir reaksiya verdi və onda deyir ki, mən anam kimi davranıram, amma anamın davranışlarından qorxduğum halda onları edirəm.
Və burdan yenə də belə bir nəticə gəlir ki, bizim qorxduqlarımız daha çox başımıza gəlmir, düşündüklərimiz başımıza gəlir və buna görə də biz bu gün o hadisələri istəməsək də yaşayırıq. Daha sonra olsun bugünkü duyğularda çarəsizlik duyğusu, işlərimizdə axsaqlıq, maddi gəlirin aşağı olması, istədiyimiz işdə olmamaq, özümüzü xoşbəxt hiss etməmək, daha çox pessimist ruhda olmaq. Bunların hər biri nədir? Sən o qədər bastırmısan ki o duyğularını. O duyğular artıq indi üzə çıxmağa başlayır. Sən o bastırdığın bütün duyğular avtomatik olaraq səhər-səhər oyananda əzgin, yorğun oyanırsan, özünü yaxşı hiss etmirsən, kefin olmur həmin gün oyananda heç bir səbəb olmadan və bunların hər birini araşdırmaq lazımdır. Bu gün, məsələn, mən sizə bir şey, önərərdim ki, tapşırıq verərdim ki, özünüzlə baş-başa qalmağınız üçün ailə ortamından çıxın. Yəni evdən çölə çıxın. Kofe shopda oturmayın. Səs-küylü bir yerdə oturmayın. Parkda gəzin. Yaşlı insanlara baxın. Məsələn, mən yaşlı insanlara baxanda düşünürəm ki, o qədər onların üzlərində var yaşamaq istəyib yaşaya bilmədikləri duyğular və onların hər biri onların simalarında əks olunur. İnsanları kəşf edin. İnsanların mimikalarına baxın, davranışlarına baxın, xoşbəxt olub olmadığına baxın. Öz gözünüzün içinə baxın, onların gözünün içinə baxın. Düzdür, indi gedib oturub kiminsə gözünün içinə baxmaq necə də dəlildir. Sadəcə müşahidə edin. Kənardan müşahidə edin ki, baxın görün insanlar necədir və onların hər birində sən özün varsan əslində. Diqqətini kim çəkirsə, deməli səndə ondan nəsə var və onda səndən nəsə var və həmin insanlara diqqət göstərin ki, özünüzdəki hansı xarakteri görəcəksiniz, xüsusiyyəti görəcəksiniz, davranış, reaksiya, mimika, jest, fərqi yoxdur. Bunların hər birini görəcəksiniz. Və daha sonra isə gəlin oturun sakitlik bir yerdə, başlayın yazmağa. Mən özümü nə üçün bağışlamıram? Mən bu gün onları tutub saxlamağım məndə nəyi dəyişdirir? Tamam da mən özümə bağışlamıram bu şeylərə görə. Və mən bunları bağışlamadım. Əlimə nə keçdi? Ətrafımızdakı insanları və özümüzü bağışlamadığımız müddətcə bizim küskün olduğu, qırıcı olduğu, kinli olduğu bir mühiti daha da böyüdürük. Yəni mən bir nəfərdən küsürəmsə, o enerji başlayır zəncirvari bütün insanlara təzahür etməyə. Artıq mən bir nəfərdən küsürəmsə, daha sonra görürəm ki, ondan da küsmüşəm, bundan da küsmüşəm. Və bu getdikcə zəncirvari davam edir. Niyə davam edir? Çünki bir insan hansı enerjidədirsə, onu zəncirvari özünə çəkir. Və bu gün mən baxım görüm bir dəfə kimdənsə küsdümsə, arxası gəlirsə, deməli insanları bağışlamaq lazımdır. Ola bilər deyərsiniz ki, bu necə bağışlayım, o mənə ən böyük pisliyi edib və s. Bağışlamaq o demək deyil ki, sən ondan əvvəlki kimi olacaqsan. Sən sadəcə olaraq bağışlayıb onu həyatından sevgi ilə uzaqlaşdıracaqsan. Sevgi ilə uzaqlaşdıraraq artıq avtomatik enerjini bərpa edəcəksən. Onun səndə, sənin onda bir enerjin qalmayacaq. Və bu arada onu deyim ki, istər münasibətlər baxımından olsun, yəni ikili münasibətlərdə olsun, istər dostluqlarda fərqi yoxdur. Əgər biz bir insandan ayrılırıqsa, 7 illik o insanın enerjisi bizim üzərimizdə olur, 7 il müddətində. Və bizim bugün ayrıldığımız sevgilimiz, məsələn, 1 ay, 2 ay ayrıldığımız sevgilimiz və yaxud da 1 il ərzində ayrıldığımız sevgilimiz, bu enerjisi davam edir. Və buna görə də mən bənzər insanları həyatıma çəkirəm. Bəs bu zaman nə etməliyik ki biz? Bu zaman artıq sən öz enerjini ondan çəkməyi bacarmalısan. Onu necə etmək lazımdır? Bunların hər birinin texnikasını sizə bildirəcəm. Və bir də buna fikir bildirim ki, evli insanlar belə boşandıqları zaman yenə də 7 illik enerjiləri bir-birlərinin üzərində olur. Ona görə də xanım əgər boşanıbsa, öz həyatına yoldaşı kimi insanları çəkir. Əgər bəy boşanıbsa, xanım kimi insanları həyatına çəkir. Və daha sonra belə bir ifadə var, boşananda bir insan əgər mənfi bir şeyinə görə boşanmışamsa, başqa bir insan mənim həyatıma girən, deyirəm, hə, əsas odur içmir, məsələn. Və yaxud da ki, əsas odur ki, çəkmir. Amma başqa bir xasiyyət, başqa bir xüsusiyyəti çıxır ortaya, deyirsən ki, içəri çəksəydi bundan yaxşı idi. Yəni bizim fokuslanma nöqtəmiz var. Biz hara fokuslanırıqsa, orada onun tərəfəsinin hər tərəfini portret olaraq görürük. Sanki bir şəkil çəkirik. Sadəcə mən səni görürəm, arxanı görmürəm. Və mənim səndə fikirləşdiyim nədir? Mənim şuur altımda qalıb ki, mənim yoldaşım mənə səmimiyyətsiz davranır, məni dinləmir. Bu insan dinləyir, deməli mənim üçün doğru insandır. Dinləyir, amma bərabərində məsələn qısqancdır. Avtomatik olaraq sən artıq burada ayrılmaq məcburiyyətində qalacaqsan ondan, çox qısqanc olacaqsa əgər. Yəni bunu misal olaraq nədir? Bir insan fokuslanma nöqtəsini dəyişməlidir.
Ayrılan kimi sevgili olmayın kimdənsə. Yara bandı misalı olmayın, heç bir insanı həyatınıza daxil eləməyin. Özünüzlə qalın. Özünüzlə qalın, biraz durulun ki, avtomatik enerjiniz yenilənsin. Yenilənəndən sonra başqa bir insanın həyatına çıxsın. Amma sən o kirli duyğuda olursan, özündə kirlisən, qara enerjidəsən. Həyatındakı insan da gəlib səni biraz da qaraldıb və sən o 2 dənə o qapqara rəngi götürürsən, başqası ilə danışanda artıq onun rəngini də korlayırsan. Ona görə də o sənə normal davranmır. Bəzən olur ki, deyirsən əş bu nədir, elə hamısı birdir. Bu şəkildə, yəni zəncirvari davam eləyir. O ki qaldı həmin o texnikaya, bağışlamağa. Ətrafımızdakı hər bir insanı biz bağışlaya bilərik. Bizim qatilimizi belə biz bağışlaya bilərik. Bağışlanma o insanın özünə məxsus bir duyğu deyil. Enerjimizi bərpa etməyimiz üçündür. Sən əgər bağışlanma duyğusunu yaşamayacaqsansa, həmin insanı bağışlamayacaqsansa, sən o enerjindəki o qara nöqtə ki var, onu getdikcə böyüdürsən. Getdikcə böyüdürsən və bu sənin ətrafında o deşiyin içinə özün düşürsən birinci. Getdikcə böyüyür, 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 səni içinə çəkir. Sən avtomatik bu qara duyğuda olmuş olursan. O istəmədiyin bir situasiyanı yaşamış olursan. Bağışlanmaq üçün qarşımızda həmin insanı təsəvvür edəcəyik və ondan əvvəl isə tapşırığımız, texnikamız bu olacaq ki, birinci, yazırsınız. Kimi bağışlamaq istəyirsiniz? Bağışlayacağınız insanların adlarının hər birini yazdınız. Daha sonra ona qarşınızda olsaydı nə danışardınız, nə deyərdiniz? Başlayacaqsınız onu məktub şəklində yazmağa, vərəqdə yazmağa. Sən mənə bu cür davrandın, mən səni heç vaxt bağışlamayacağımı düşünürdüm və sair və sair. Hamısını danışırsınız, danışırsınız. Yəni nəyi düşünürsünüzsə onların hər birini yazırsınız. Sən mənə bu cür davrandın, hisslərini de, təhqir etmək istəyirsən təhqir et, tənqid etmək istəyirsən tənqid et. Nə istəyirsənsə, hansı ifadəni istifadə etmək istəyirsənsə, burada sərbəstsən. Çünki burada enerjin təmizlənməlidir. Ona görə bütün sözlərini deməlisən. Bunların hər birini yaz. Yazandan sonra sonunda mən səni bağışlayıram de. Və buna özünüzü hazır hiss etməlisiniz ilk öncə. Bağışlanmağı dərk etmək lazımdır. Bağışlanmaq və başqasını bağışlamaq hər dəfəsində özümüzü bağışlamağımız deməkdir. Çünki o insan mənə o dərsi verməsəydi, o hərəkəti etməsəydi, mən bəlkə də tamamilə başqa bir hadisə yaşayardım, başqa bir düşüncədə olardım, xarakterim fərqli olardı. O bəlkə də məni böyütdü, o bəlkə də mənə fərqindəlik yaratdı. O mənim bəlkə də onun hərəkəti məni özümü kəşf etməyimə səbəb oldu. Bunların hər birinə yaxşı tərəfindən baxmaq lazımdır. Bunların hər birini yazdınız, cümləni də ki, mən səni bağışlayıram bitirdiniz. Daha sonra başqa bir vərəq, təmiz bir vərəq götürüb o insanın o davranışı sənə nəyi qazandırdı? Sən nə qazandın? Sən burada nə dərsi aldın? Sənə burada həyat nə də öyrətmək istədi? Və başlayacaqsınız onları yazmağa. Onun yaxşı tərəfini yazacaqsınız. Bunun hər birini yazandan sonra hər ikisini də yandıracaqsınız sonda. Sonda yandıranda mən səni bağışlayıram, səni sevgi ilə həyatımdan buraxıram. Təşəkkür edirəm həyatımda olduğun üçün. Artıq səndən mənə gələn heç bir dərs lazım deyil. Səni olduğun kimi, olduğun halınla qəbul edirəm. Sevgi ilə səni buraxıram. Səni sevirəm, səni bağışlayıram. Sənin enerjin sənə qayıtsın, mənim enerjim mənə qayıtsın. Və aramızdakı olan bütün bağları kəsirəm. Bu şəkildə dedik, neqativ bağları kəsirəm daha doğrusu. Aramızdakı bütün neqativ bağları kəsirəm. Dedik və daha sonra bir meditativ otaq hazırlayırıq və yaxud da əgər elə bir şəraitimiz yoxdursa, yəni tez bazar etmək istəyiriksə, bir meditasiya musiqisi qoyuruq, özümüzü tamamilə rahatlaşdırırıq. O qəzəbə, o kinə, o nifrətə artıq yavaş-yavaş balanslaşmağa başlayacaq. Gözümüzü yumuruq. Qarşımızda həmin insanı təsəvvür edirik. Anam, atam, qardaşım, bacım, yoldaşım və yaxud ekstra bir insan bağışlamayacağım. Hansı ki, mən onu heç vaxt bağışlamaram və dediyimiz insanı qarşımızda təsəvvür edirik. Gözümüzü yumuruq, dərindən nəfəs alıb veririk. Ayaqlarımız yerə tam basılı şəkildə olmalıdır. Dərindən nəfəs alıb verdikcə özümüzü daha da rahat hiss edirik. Özümüzə zaman veririk. 10 dəqiqə, 12 dəqiqə sadəcə nəfəs alıb veririk. Nəfəsimizin burnumuzdan daxil olub bütün bədənimizə yayıldığını hiss edirik. Biz nəfəslə var olmuşuq. Bizə nəfəs üflənərək biz var olmuşuq. Bizim bitişimiz və başlanğıcımız nəfəsə aiddir. Buna görə nəfəsimizi hiss edirik. Tamamilə yüngülləşirik. Hal-hazırda rahat hiss edirəm özümü, relaks hiss edirəm. Beynim rahatlaşır. Beynimə heç bir komanda vermirəm. Öz-özündən
Nə istəyirsə düşünsün, nə istəyirsə gözümün qarşısına gətirsin. Sərbəst buraxıram beynimi, özümü rahat hiss edirəm. Bu şəkildə deyərək 10-12 dəqiqə sadəcə nəfəs alıb veririk və daha sonra qarşımızdakı insana sən mənə bunu etdin, mən sənə heç vaxt bağışlamazdım, mən sənə belə dediyim halda sən məni belə başa düşdün. Mən düşündüm ki, mən səni bağışlamayacağam, amma mən bu gün olğunluq səviyyəmə ulaşmışam. Mən özümü də bağışlayıram, səni də bağışlayıram. Səni bağışlayaraq ilk öncə özümü bağışlayıram. Həyatıma gəldiyin üçün sənə təşəkkür edirəm. Bütün sözlərimi sənə demişəm. Artıq bundan sonra sənə deyəcək sözüm yoxdur. Əgər həqiqətən də yoxdursa deyirik bunu. Varsa vərəqdə yazacağıq bunların hər birini. Həyatımda olduğun üçün sənə təşəkkür edirəm. Sən olmasaydın mən filan dərsləri almazdım. Filan fərqindəliyim olmazdı. Həyatıma gəldiyin üçün, məndə var olduğun üçün, Allah sənə vasitəçi olaraq mənə göndərdiyi üçün, özümü çox şanslı hiss edirəm. Səni sevgi ilə bağışlayıram, həyatımdan tamamilə çıxardıram. Sən olduğun kimi qəbul edirəm. Aramızdakı bütün neqativ bağları kəsirəm. Həyatıma gəldiyin üçün təşəkkür edirəm. Yolun açıq olsun, sevgi ilə qal. Deyirik və tamamilə o insanın üzünü döndərib gedənə qədər arxasınca izləyirik. Və tamamilə gedəndən sonra özümüzdəki o yüngüllüyü hiss edəcəyik. Ondan sonra istəsəniz duş qəbul edə bilərsiniz, istəsəniz meditasiya musiqisi qoyub özünüzü daha da rahat hiss edə bilərsiniz. Bundan sonra artıq həmin insanı və özünüzü bağışlayacaqsınız. Bunu eyni zamanda özünüz edəcəksiniz. Yəni necə ki başqasını təsəvvür edirdiniz, amma onu edəndən sonra özünü niyə bağışlamırsan, özünü bağışlamadığın mövzu sənə nə qazandırdı, başqa bir vərəqdə yazacaqsınız. Daha sonra isə özünüzü qarşınıza təsəvvür edəcəksiniz. Ona qarşı bütün sözlərinizi dediniz və daha sonra rahatlaşaraq özünüzü bağışlayacaqsınız. Özünüzü bağışlamaq biraz nirvanaya yaxınlaşmaq deməkdir. Bağışlamaq bir prosesdir. Yəni düşünməyin ki, bir dəfə bağışladınız, bağışlaya bilmədiniz, təsəvvür edə bilmədiniz, özünüzü hazır hiss etmədinizsə, bu artıq olmayacaq. Xeyr, dəfələrlə etdiyiniz təqdirdə avtomatik olaraq siz görəcəksiniz ki, yavaş-yavaş bağışlamağa başlayırsınız. Çünki şuuraltı deyir ki, niyə əvvəldən belə gəlmisən, qoy belə də get. Və yaxud da hazır deyil üzləşməyə, yaşadıqlarınıza. Günahkar hiss etmək daha xoşdur onun üçün ki, hə, başqasını günahkar hiss etdirdi, o mənə belə davrandı, dedi. Və bu insan üçün artıq bir rahatlaşdırır ki, hə, o insan belə elədi də. Həmin insan bilsə ki, onun elədikləri də burada var. Eyni zamanda bir səhv varsa, bir yanlış varsa, həm mən, həm də ki, qarşımdakı insan bu cür davranıb. Artıq bunların hər birindən üzləşəndə yavaş-yavaş bağışlamağa keçirik. Və bir dəfə bağışlamamısınızsa, bir dəfə bağışlamağı denəməmisinizsə, elədiniz bu texnikanı alınmadısa, bunu gün aşırı davam etdirin. Və görəcəksiniz ki, yavaş-yavaş artıq o şuuraltı o kıvama gəlir. Daha sonra nəfəs aldığınız təqdirdə görürsünüz ki, artıq beyniniz, şuuraltınız müqavimət göstərir. Buna görə mən bütün müqavimətlərimi dayandırıram, mən bütün sərhədlərimi aşıram. Özümü rahat hiss edirəm, olduğum kimi hiss edirəm. Mən bağışlamağa layiqəm, bağışlayıram. Mən özümü və başqasını, həmin insanın adı nədirsə onu, X insanı bağışlayıram. Həyatıma sülh gətirirəm, rahatlıq gətirirəm. Asanlıqla, rahatlıqla, sevinclə həyatımı yaşayıram. Bütün müqavimətlərimin hər birini qırıram və mən bağışlamağı seçirəm. Bağışlanmağı və bağışlamağı seçirəm. Bu şəkildə deyirik və hər dəfəsində bunu təkrar etdikcə şuuraltı bu afirmasiyalara inanacaq və sizin həmin insana və ya özünüzü bağışlamağınız daha asan olacaq. O zaman bugün də bitirək artıq. Bitirək. Mənə elə gəlir ki, bu biraz ağır bir mövzudur. Bəli, yormayaq artıq. Ağır mövzu olduğuna görə bağışlamaq biraz bir prosesdir və hər insan bunu bacarmır asanlıqla. Bunun üçün biraz hazır olmaq lazımdır, biraz da üzləşməyi seçmək lazımdır. Ümid edirəm ki, bağışlayarsınız özünüzü ilk öncə. Çünki bir insan həyatının sonuna yaxınlaşanda bunu daha yaxşı anlayır. 40-larda, 45-lərdə daha yaxşı anlayır ki, mən əslində özümü bağışlamalıydım, ətrafımı bağışlamalıydım. Kin, əsəb, qəzəb, bunlar sadəcə mənim ömrümdən bir neçə günümü alıb, bəlkə də ilimi, ayımı alıb. Bunların hər birini yaşayıb peşman olmamaq üçün elə bugündən özünüzü və başqalarını sevməyi, qəbul etməyi və bağışlamağı seçin. Bugünlük bu qədər. Təşəkkür edirəm məni izlədiyiniz üçün. Növbəti dəfə görüşəcəyik. Hələlik o zaman. Hələlik.